Dünən OTK birinci qrupda düşən fizika açıq suallı izah eləmək istəyirəm dostlar. Deməli, sualımız çox qəşəng sualdır. Məncə imtahana gedən 1000 dənə uşağın 50 dənəsi yazar ya yox. Sualımızda deyir ki, sıxlığı suyun sıxlığından böyük olan cisim en kəsiyinin sahəsi S bərabərdir 20 sm kvadrat olan silindrik qabdakı suya salındıqda suyun səviyyəsi 4 sm dəyişir. Cismin kütləsi 300 qram olarsa, qabın oturacağı tərəfindən cismə təsir edən reaksiya qüvvəsini hesablayın. Sualda nə verilib yazırıq? Kiloqram. Deməli, bu sualı əvvəlcə təxəyyülümüzdə canlandırmalıyıq. Deyir ki, silindrik qab. Bir dənə silindrik qab çəkək əvvəlcə. O silindrik qabımız olsun bizim. Deyir ki, bura tutaq ki, əvvəldə birinci halda bu qədər su vardı bunda. Buradan öncə kənarı yoxdur. Bu qədər su vardı. Bu birinci haldır. Bunun içinə bir dənə cisim salırsan silindrik qabın içinə. Əgər mən bu cismi bunun içinə salsam və əgər bunun sıxlığı mayenin sıxlığından böyükdürsə, bu cisim neyniyər? Üzmə şərtlərinə görə batar. Cisim düşdü aşağıya deyil. Və normalda görmüşük də, nəsə məsələn bir vedrə suyun dolusunu nəsə əlimizi belə salanda görürük ki, suyun səviyyəsi qalxır. Deməli, bu müəyyən qədər qalxır. Bu suyu burada deyildi. Bir H qədər, 4 sm qədər bu cisim qalxdı. Bu nə verib bizə? Biz cismin sıxlığını hesablayarıq necə? Baxın, bizə dəyişən taşı verib 4 sm. Nə deyil? S də vermişdi ki, 20 sm kvadratıdır. Elə santimetrlərə dəyimirəm. Buradan V bərabərdir SH küsurundan cismin həcmini hesablayırıq. Bu edir neçə? 80 sm kvadratı. Belə də sıxladıram. Sonra bizə verib ki, cismin kütləsi 300 qramdır. Buradan biz sıxlığı tapsaq, rho bərabərdir M bölünsün V-dən 300 bölünsün 80. Bu da edir hər tərəfi 20-yə bölsəm əgər 4 bölünsün 15, qram bölünsün santimetrin kubu kimi saxladıram. Cismin sıxlığını tapdım, elə deyil. İndi biz əgər cisim tam suya batıbsa Arximed qüvvəsini nə yazırıq? F Arximed bərabərdir Romayi JV cisimdən mən bunu MJ Romayi bölünsün rho cisim kimi yazıram. Buradan M neçəyə bərabərdir? 300 qram. Yəni 0,3 kiloqram. Burası şeyimiz 10 idi. Burada Romayı 1 kimi yazırıq. 1 bölünsün 15 bölünsün 4 kimi yazıram. Buradan 4 qalxdı yuxarıya. Olduğu isə 0,3 vurulsun 10 vurulsun 4 bölünsün 15. Hər tərəf 5-ə bölünsün. Burada qaldı 2, burada qaldı 3, 3,5 getdi. 1. Artıq 0,8 Newtona bərabərdir bizim Arximed qüvvəmiz. İndi bu cismə hansı qüvvə təsir edir? Aşağıya doğru ağırlıq qüvvəsi MJ, yuxarıya doğru reaksiya qüvvəsi və yuxarıya doğru F Arximed qüvvəsi. Cisim əgər tarazlıqdadırsa yaza bilərəm ki, MJ bərabərdir reaksiya qüvvəsi üstünə gəlsin F Arximed. Cismin kütləsi 0,3 idi. Vurdum ona elədi 3 Newton bərabərdir. Reaksiya qüvvəsini bilmirəm. F Arximed də 0,8 Newtondur. Buradan bizim reaksiya qüvvəmiz bərabər olur 3 çıxılsın 0,8 2,2 Newton. Birinci cavabımız 2,2 Newton idi. Mən biraz uzatdım burada. Elə birbaşa Romayi JV cisimdən tapmaq olardı. Prosta vahid çevirmələrini gələ düzgün aparardınız. Elə mən vahid çevirmələrini eləmədim. Amma siz eləsəydiniz də təxmini bu qədər uzunluqda olacaqdı. Ümid edirəm sualın izahını başa düşdünüz. Mən elə tosunu belə də yazmışam bunu burada. Hesablamalarını da burada. Təşəkkür edirəm minnətdaram.